Fərhad evi Naxçıvan-Laçın Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 kilometr şərqdədir. Giriş qapısının hündürlüyü 2,20 metr, eni 1,30 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Abidə külünc tipli metal alətlə qazılmış 4 otaqdan ibarətdir. Otaqların tavanı tağ şəkilli, döşəmələri oval planlıdır. Şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılan divarların dibində səki düzəldilib. Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara da tikilib. Yerli əhali həmin karvansaranı Şah Abbas karvansarası adlandırır. Geoloji quruluşun müxtəlifliyi Şahbuz rayonunun Batabat yaylağında bir çox mağaranın da yaranmasına səbəb olmuşdur. Belə mağaralardan biri də hazırda qarşısında durduğumuz Fərhad evi və ya digər adı ilə Ağ Karvansara mağarasıdır. Hansı ki bu mağara rayonun Biçənək kəndinin şərqində, eyni zamanda Batabat yaylağında yerləşir. Tədqiqatlardan da məlum olur ki, Fərhad evi abidəsi eramızdan əvvəl 1-ci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olan bir abidədir. Abidə ilə bağlı xalq arasında müxtəlif rəvayətlər də mövcuddur. Rəvayətə görə Fərhad adlı bir oğlan olur. O cüssəli, igid, mərd, oğlan, həm də sənətkar olub. Gözəl şəkillər çəkib heykəllər yonub. Adı sanı hər tərəfə yayılıb. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün aparıblar. Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönməyib. Günlərin birində Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O Şirini görmək üçün Bərdəyə üz tutur. Fərhad dostları ilə Naxçıvan torpağından keçir. Şahbuzun sərin bulaqları, Gür çayları, Batabat dağları onu heyran qoyur. O bir neçə gün burada qalır, bir gün üzünü yoldaşlarına tutub deyir, mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə bir naxış vuram. Fərhad külüncünü əlinə alır, uca dağlar qoynuna hücum çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir. Sonra həmin evin divarına Şirinin şəklini həkk edir. Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur. İndi də Batabat yaylağında olan həmin ev el arasında Fərhad evi adlanır. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərlə, APA TV, Şahbuz.